bugün sizə elə bir düstur öyrədəcəm ki, bu düstur sayəsində hər hansı bir kalkulator və ya hesablayıcı istifadə etmədən istədiyiniz natural ədədin kvadrat kökünü təqribi qiymətlə kağız üzərində hesablaya biləcəksiniz. Düsturumuz bizə ta qədim Babildən qalmışdır və Babililər ilk dəfə Babil lövhələrində rast gəlinmişdir. Təqribən bu üsulun belə düşünürlər ki, 4000 illik tarixi vardır. Düsturumuz belədir. Kök altında C bərabərdir. Kök altında A'nın kvadratı plus B. Burada A kvadratı C-ni aşmayan ya ən böyük natural ədəd, ya da ki kvadratı C-ni aşan ən kiçik natural ədədə bərabərdir. Bunu isə hansı olduğunu necə yoxlayacağıq? Bunun üçün modulda C çıxaq A kvadratı fərqlərinə baxacağıq. Hansı daha yaxın olsa, yəni hansı daha kiçik olsa bunların fərqi, o zaman onun müvafiq düsturunu tətbiq edib hesablayacağıq. Deməli, təqribən bərabərdir. Əgər kvadratı C-ni aşan ən kiçik natural ədəddirsə də, bu zaman biz A çıxaq B bölünsün 2A düsturundan istifadə edəcəyik. Əgər kvadratı C-ni aşmayan ən böyük natural ədəddirsə, bu zaman A plus B bölünsün 2A düsturundan istifadə edəcəyik. İndi gəlin bir ədəd misal yazaq, daha yaxşı qavrayaq. Deyək ki, kök altında 15 ədədi bizə verilmişdir və biz bunun kvadrat kökünü hesablamaq istəyirik. 15'i kvadratı 15'i aşmayan en büyük natural ədəd burada 3'tür. 3'ün kvadratı ise 9'a bərabərdir. Kvadratı 15'i aşan en kiçik natural ədəd ise burada 4'tür. 4'ün kvadratı ise 16'ya bərabərdir. İndi əgər modulları yerinə yazsaq, C çıxaq buradan A kvadratımız 9 olar, C'miz ise 15 olar. 15 çıxaq 9 bərabərdir. Deməli 6 alarıq. İkinci üsulumuzda ise 15 çıxaq 16 bərabərdir 1 alarıq. 1 alarıq. Deməli A'mız 4'ə bərabərdir. A'mız 4'ə bərabərdir. Bunu buradan yazaq. Deməli A bərabərdir 4'ə. İndi düsturumuzu tətbiq etmək üçün hansı düsturdan istifadə edəcəyik? Bu zaman əlbəttə ki, bu düsturdan istifadə edəcəyik. Deməli burada bərabərdir. Qeyd edeyim ki, buradakı B modulda C çıxaq A kvadratı fərqini göstərir. Əgər burada isə nəzərə yetirsək, buradakı B isə bunun modulsuz halını təmsil edir. Yəni buradakı B ilə buradakı B biraz fərqlidir. İndi isə düsturumuzda yerinə yazsaq, kök altında 15 bərabərdir. Kök altında A'mız burada 4'ə bərabər oldu. 4'ün kvadratı deməli çıxaq. Niyə çıxaq oldu? Çünki bu halda yazırıq. Çıxaq 1'ə. Çıxaq 1'ə. Buradan isə təqribən bərabərdir. Düsturumuz bu olacaqdır. A çıxaq B bölünsün 2A. O da təqribən bərabərdir 3,875 ədədini alar. Əgər kalkulatorla istifadə edərək hesablasanız, siz 3,873 ədədini alarsınız.